Rusiya sərhədindən keçid və RUID tətbiqində yeniliklər. 30 iyundan sonra vəziyyət necə olacaq? 30 iyun 2025-ci ildən sonra Rusiyaya səfər edən əcnəbi vətəndaşlar üçün QR kodsuz uçuş və sərhəddən keçidlə bağlı heç bir problem gözlənilmir. Məlum olduğu kimi, əvvəllər xaricdən gələn vətəndaşlar üçün Gosuslugi RUID tətbiqi vasitəsilə öncədən qeydiyyat və QR kod almaq məcburi hesab olunurdu. Lakin son anda bu tələbin qüvvədən düşdüyü bildirilib. Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin 26 iyun tarixli rəsmi məktubu yayımlanıb. Nazirlik bu sənədlə Rusiya Nəqliyyat və İqtisadi İnkişaf Nazirliklərinə məlumat verərək qeyd edib ki, RUID üzərindən qeydiyyat yalnız tövsiyə xarakteri daşıyır və məcburi deyil. Yenilənmiş qaydalarda bir neçə mühüm dəyişiklik də var. Belə ki, məcburi ifadəsi tövsiyə olunurla əvəzlənib, yəni sərhəddən keçid zamanı QR kod istənilməyəcək. Qeydiyyat tələbi yalnız vizasız rejimlə gələn sərnişinlərə aiddir sözləri də əlavə olunub. Həmçinin sənəddə aviaşirkətlərə bu yeniliklər rəsmi şəkildə təqdim olunub ifadəsi də yer alır. Beləliklə, 30 iyundan sonra əcnəbilərin Rusiyaya uçuş zamanı və sərhədi keçərkən qeydiyatsız və QR kodsuz hərəkət etməsi mümkündür. Aviaşirkətlərin qeydiyyat zamanı bu məsələdə sərt yanaşacağı gözlənilmir. Bütün hallarda yekun qərarlar tətbiqin rəsmi səhifəsi və ya aidiyyatı qurumların saytlarında mütəmadi olaraq yenilənir. Səfər planlaşdıran şəxslərə yalnız rəsmi və təsdiqlənmiş mənbələrə əsaslanaraq addım atmaq tövsiyə olunur.